Hər vaxtınız xeyir olsun Simnarə. Sizi Mingəçevirdən salamlayırıq. Hazırda olduğumuz şəhərdə Prezident Kuboku 2026 beynəlxalq avar çəkmə reqatasının son günü gerçəkləşir. Artıq səhər saatlarından biz yarışların seçmə mərhələsini, eyni zamanda hazırda isə yarımfinal və final yarışlarının keçirildiyini görürük. Bu müxtəlif məsafələrdə və müxtəlif yaş kateqoriyalarında reallaşır bu yarışlar. 200 metr, 1000 metr və 1500 metr məsafədə kayak qayığı, kanoe və akademik qayıqlarda mübarizələr davam edir. Eyni zamanda Azərbaycan təmsilçiləri də yarışlar sırasında var və ötən gündə Azərbaycan təmsilçiləri çox yaxşı yadda qaldılar. 1500 metr məsafədə təmsilçimiz Azər İlyasov akademik qayıqda qızıl medala layiq görülmüşdü. Ondan sonra digər təmsilçilərimiz də gümüş və bürünc mükafatlar əldə etmişdilər. Əli Murad Hacızadə gümüş medal qazanmışdı və Əli Murad Hacızadənin qeyd edeyim ki, bu ikinci gümüşüdür. O Suqovuşanda reallaşan yarışda da kayak qayığında 200 metr məsafədə gümüş medal əldə etmişdi. Digər medallarımız isə 2 nəfərlik qayıqlardadır. Mənim onu da qeyd eləmək istəyirəm ki, yarış bugün başa çatacaq və 57 idmançımız burada mübarizə aparır və Azərbaycan daxil olmaqla 16 ölkədən olan 100-dən çox idmançı yarışır bu turnirdə. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Artıq yekun nəticələr çıxdıqca biz izləyicilərimizin diqqətinə çatdıracağıq.